Salam əziz həmkarlar, mən bugün sizə 5-ci sinifin 12-ci mövzusu olan oduncağın əl alətləri ilə burğulanması haqqında məlumat verəcəm. İlk öncə gəlin görək burğulama nədir? Burğulama burğu vasitəsilə bütöv materialda silindrik deşiyin açılma prosesidir. Bu zaman burğu yuxarıdan aşağıya doğru hərəkət edərək fırlanaraq yonqarı çıxarır. Deşiklər iki və ya bir tərəfə açıq olur. Yəni iki tərəfə açıq deşiklər deyəndə onlar detal boyu deşilir. Biz şəklə də baxanda görürük ki, onlar detal boyu deşilib. Onun diametri isə, baxın diametrini də 12 verilib. Baxın iki tərəfə açıq deşiklərdə 2 bizim açar sözümüz olaraq yadımızda qalacaq. 2-ni və 12. Belə yadımızda saxlayırıq. İki tərəfə açıq deşiklər deyəndə bunun diametrini götürəcəyik 12. Daha sonra bir tərəfə açıq deşiklər isə müəyyən dərinlikdə açılır. İkinci şəklə baxanda görürük ki, artıq burada müəyyən dərinlikdə açılıb. Bunun da diametri kimi 15, yəni 15 tək rəqəmidir, bir də yəni 12 kimi tək rəqəmidir. Daha sonra, adətən ən kəsikdəki deşiklər dairəvi olur. Amma ən kəsikdə istənilən formalı, yəni dairəvidə, oval, kvadrat, düzbucaqlı və altıbucaqlı deşiklər də açmaq olar. Burğu ilə dairəvi deşiklər asan və olduqca dəqiq burğulayırlar. Burğularımız 4 cür olur. Spiralvari, mərkəzvari, şinekvari, qaşıqvari. Gəlin hər birinə diqqət yetirək. Birinci şəkildə göstərilən burğu spiralvaridir. Spiralvari burğular ən geniş yayılmış burğu növüdür. Onlardan müxtəlif materialların üzərində deşik açmaq üçün istifadə edilir. Baxın bu şəkildədir. Yəni görürsünüz uc hissəsini və spiralvari burğunun əsas kəsən tili var. Bir dənə əsas kəsən tili var. Daha sonra ikinci burğu növümüz bizim mərkəzvari. Baxın, diqqətlə baxsaq, görürük ki, yəni uc hissəsi fərqlidir. Mərkəzvari burğu növündə əsas kəsən til, təpə və spiralvari kəsən tili olur. Baxın, əsas kəsən til 1 rəqəmi ilə göstəriləndir. 2 rəqəmi ilə göstərilən təpəsi, 3 rəqəmi ilə göstərilən isə spiralvari kəsən tilidir. Daha sonra üçüncü burğu növümüz olan şinekvaridir. Baxın, mərkəzvari ilə şinekvarini bəzi müəllimlər qarışıq salır. Baxın, mərkəzvaridə yumrudur, uc hissəsi yumrudur. Amma şinekvaridə düzdür. Şinekvarinin də 3 dənə hissəsi var ki, 1 rəqəmi ilə göstərilən əsas kəsən tildir, 2 rəqəmi ilə göstərilən təpədir, 3 rəqəmi ilə göstərilən isə spiralvari kəsən tilidir. Daha sonra 4-cü burğumuz gəlir ki, bu da qaşıqvari burğudur. Qaşıqvari burğunun isə 1 dənə əsas kəsən tili var. Burğunun diametri millimetrlə onun milində qeyd edilir. Və burğunun işlək hissəsində 2 əsas kəsən və 2 dənə spiralvari kəsən til olur. Kəsən tildə burğulama zamanı oduncağın lifləri kəsilir və yonqarı vintvari qanovlarla xaricə çıxarır. Burğunun quyruq hissəsi onun əl drelindən və yaxud da mexaniki əl drelinin patronuna bərkidilməsi üçün istifadə edilir. Gəlin görək əl dreli və mexaniki əl dreli nədir? Baxın, müəllimələr. A variantında verilən şəkil əl drelidir, B variantında verilən şəkil isə mexaniki əl drelidir. Gəlin biz bunların fərqinə baxaq. Baxın, əl dreli dayaqdan 1 rəqəmi ilə göstərilən dayaqdır. 2 rəqəmi ilə göstərilən onun fırlatma dəstəyidir. 3 rəqəmi ilə göstərilən burğusu, 4 rəqəmi ilə göstərilən isə onun patronudur. Bu bizim oldu əl drelimiz. Daha sonra mexaniki əl dreli şəkil B-də göstəriləndir. İlk birinci, yəni 1 rəqəmi ilə verilən dayaq. 2 rəqəmi ilə verilən isə fırlatma dəstəyi. 3 rəqəmi ilə verilən tutma dəstəyidir. Və biz tutma dəstəyini əl drelində deyil, mexaniki əl drelində deyirik. Bunların fərqi ondan ibarət oldu ki, tutma dəstəyi sadəcə mexaniki əl drelindədir. Əl drelində tutma dəstəyi yoxdur. Daha sonra gəldik 4. 4 patronudur, 5 isə burğusudur.
Gəlin burğulamanın ardıcıllığına baxaq. Burğulamadan əvvəl pəstahın səthində açılacaq deşiyin mərkəzi biz ilə qeyd edilir, yaxud karandaş və ya biz ilə qeyd edildi. Daha sonra burğusu pəstahın səthində qeyd olunmuş, yəni düz bucaq altında qoyulur. Sol əlin ovucu ilə direlin dayağına sıxır. Əgər deşiklər əl direli və ya mexaniki əl direli ilə açılarsa, sağ əl isə dəstəyi sağ əqrəbi istiqamətində fırladılır. Baxın, iki tərəfi açıq deşiklərin burğulanması zamanı burğulamanın sonunda burğunu deşikdən çıxardan zaman oduncağın sınıb qopmaması üçün dayağa təzyiq azaldılır. Pəstahın altına adətən taxta qoyulur ki, bu da vintin sıxac ilə o verstaka bərkidilir. Belə olduqda deşiklər hamar alınır, yəni verstakın qapağı artıq zədələnmir. Müəllimələr, gəlin burğulama üsullarına baxaq. Burğulama üsulları iki cür olur. Biri var verstakın sıxacında, biri var dayaq üzərində. Daha sonra biz dedik ki, dayağa təzyiq azaldılır, oduncağın sınıb qopmaması üçün. Daha sonra burğuya təzyiq azaldılır, burğunun sınmaması üçün. Əziz müdavimlər, gəlin 12-ci mövzunu bir neçə sualdan sona yetirək. Dedik ki, deşiklər neçə cür olur? Deşiklər iki cür olur. Bir tərəf açıq deşiklər və iki tərəfi açıq deşiklər. Daha sonra dedik ki, hansı deşiklər detal boyu deşilir? Əgər detal boyu deşilir deyirsə, iki tərəfi açıq deşiklər. Hansı deşiklər müəyyən dərinlikdə açılır? Müəyyən dərinlik deyirsə, bir tərəfi açıq deşikləri götürməliyik.